Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil li veliyyikel fərəc. Məkasib kitabından 371-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz sehr və cadudan gedir. Mərhum Şeyx Murtəza Ənsari sehrin haqqında, cadunun haqqında alimlərin fikirlərini nəql eləyirdi. Və İmam Sadiq əleyhissalatu vesselamdan bir rivayət nəql elədi və buyurdu ki, böyük sehirlərdən biri də nəmimədir. Nəmimə Azərbaycan dilinə tərcümə eləyəndə birindən digərinə xəbər aparıb gətirən. Məsələn, bir nəfər başqasının eybini başqa yerdə açır, onun gizli saxladığı əməlləri ifşa edir. Buna deyirlər nəmimə. Mərhum şeyx buyurur, ən böyük sehr budur. Çünki bu xəbərçiliklə o şəxsin eyblərini açır və iki dostu biri-birindən ayırır və iki tayfa arasında ədavət, düşmənçilik yaradır. Və o xəbərçiliklə qan tökür, evlər yıxır. Onun gizliki saxladığı əməlləri, eybləri açır. Xülasəsi budur ki, yer üzündə hərəkət eləyənlərin, qədəm atanların, yeriyənlərin ən pisi nəmiməlikdir, xəbərçilikdir. Yəni, yer üzündə məxluqatın ən pisi bu xəbəri aparıb gətirən adamdır. Buyurur və innə min əkbəris sehr. Sehrin ən böyüyü ən-nəmimətu. Nəmimədir. Nəmimə həmən xəbərçilik. Yufarraqu biha beynəl mutahabbeyn. İki dostun biri-birindən o nəmiməli ilə ayrılır. Yəni, iki dost bir-birindən ayrılır o nəmiməliyə görə. Bundan sözü aparır, ona çatdırır, ondan sözü gətirib bu birisinə çatdırır. Və nəticədə iki dostu bir-birindən ayırır. Və yücləbu biha əl-ədavə ələl-mutasafeyn. Və iki tayfa arasında düşmənçiliyi cəlb eləyir. Yəni, iki tayfa arasında düşmənçilik yaradır. Bunlardan aparır sözü onlara çatdırır, onlardan da sözü bunlara çatdırır. Düzdür, bunu da qeyd edeyim ki, bu nəmiməlikdə o ki, sehrin tərifini deyiblər, yəni mövzu baxımından nəmimə, xəbərçilik sehr deyil. Çünki sehrin tərifi bu idi ki, sehr lətif bir şeydir, insan onu görə bilmir. Amma burada xəbərçilik eləyir, görürlər bunu. Mövzu baxımından nəmimə sehr deyil, amma hökm baxımından
elə sehr kimidir. Necə sehr haramdır, qadağandır, nəmiməlik də haramdır və qadağandır. Və yuclabu biha əl-ədavə ələl-mutasaffiyn. Pəs o xəbərçiliklə iki tayfa arasında ədavət salınır. Və yusfaku bihad dima. Bu nəmiməçiliklə, bu xəbərçiliklə qan tökülür. Və yuhtamu bihad dur. Onunla evlər yıxılır. Yəni, birindən digərinə, digərindən buna xəbər verməklə bəzən qan tökülür, biri digərini öldürür və bununla evlər yıxılır. Evlər yıxılır bu mənada, evin sahibi öləndən sonra o ev də dağılır. Və yukşafu bihəs sutur. Və o nəmiməliklə, o xəbərçiliklə bir insanın gizlin saxladığı işləri, əməlləri aşikar olunur, abrısı gedir, insanlar onu hörmətsiz bilir. Xülasə və nəmmam şərru mən və təəl arz beqədəmin. O xəbər aparıb gətirən, o insanların aralarını bir-birinə vuran, yer üzündə gəzənlərin ən şərrisidir, ən pisidir. Təəssüflər olsun ki, bəzən digər insanlar belə insanlara dəstək olurlar və demirlər ki, nə üçün digər insanların eybini açırsan, nə üçün bu xəbəri birinə, ondan bu birisinə verirsən və nəticə etibarı ilə o şəxslər yer üzünü fəsadla doldurur, yer üzünü insanları biri-birinə düşmən edir və insanlar etibardan düşür. Ona görə buyurur ki, xəbərçilik elə ən böyük sehridir. Sehr necə dinimizdə qadağandır, necə bizim dinimizdə yol verilməzdir, xəbərçilik ondan da beşbətərdir, ondan da pisdir. فَأَقْرَبُ عَقَابِلُ السِّحْرِ مِنَ السَّوَابِ أَنَّهُ بِمَنْزِلَةِ الطِّبِّ. Buyurur, sehrin daha həqiqətə yaxın, ən düz sehr odur ki, o tibb kimidir. Əqrabu əqavilu sehr. Əqavil yəni qovl. İndi mümkündür kimsə desin ki, axı sehr qovl deyil, söz deyil ki. Nə üçün burada qovl deyir? Deyir, burada əqavili sehr deyəndə, yəni ən düz sehr. Düz sehr bu mənada, yəni sehrin həqiqəti budur ki, yəni deyərlər, yuqalu innəhu sehrun. Əqavil bu mənadadır. Əqrabu əqavilu sehr. O ki, deyərlər ki, bu sehridir, minəs-savab, yəni ən düz tərif budur ki, ənəhu bi mənziləti tibb. Sehr tibb mənziləsindədir. Həkimlər necə bir şəxsi müalicə eləyirlər, sahir də o formadadır. İnnə sahir aləcər rəcul. Məsələn, sehr eləyən elə bir işlər görür ki, bir kişiyə famtəna min mucamiətun nisa. O, xanımı ilə yaxınlıq eləyə bilmir. Fəcəəhut təbib. Amma təbib, həkim gəlir, fəaləcəhu. O kişini müalicə eləyir, beğeyri zalik.
başqa yollarla fəəbrahu. O xəstəligi ondan kənar eləyir. Əl-hədis. Mərhum Şeyx Murtəza Ənsari bu hədisi ki nəql elədi, bu rivayət ki nəql elədi, buyurdu, bəli, bu rivayətdən sehrin nə olduğunu biz anlayırıq, biz ələ gətiririk. Sümmə la yəxva ennəl cəm'ə beynə ma zukir fi mənə sihr bi gayətəl işqal lakinnəl muhim bəyanu hukmuhu la muvzu'i. Bayaq dedik, qeyd elədik ki, nəmmamlıq sehrin tərifi ona şamil olmur. Çünki sehr lətif olan bir şeydir, amma nəmmamlıq lətif deyil, aşkardır. Deyir, sehrin mənası ki, burada deyildi, zikr olundu, nəhayət işqaldadır, yəni necə nəmmamlığa sehr deyək? Buyurur, lakinnəl muhim bəyanu hükmühü. Mühüm budur ki, biz onun hökmünü bəyan eləyək, la mövzuu. Nəinki mövzusunu bəyan eləyək. Mövzu baxımından mümkündür, o deyil. Amma hökm baxımından odur. Yəni, hökm necə həramdır, qadağandır, o da həramdır və qadağandır. Elhamdülillahi Rabbil aləmin.